أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين وصلى الله على سيدنا ونبينا وحبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد المصطفى صلى الله عليه وعلى آله الطيبين الطاهرين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى لقاء يوم الدين أعوذ بالله من الشيطان الرجيم وكذلك جعلناكم أمة وسطا لتكونوا شهداء على الناس ويكون الرسول عليكم شهيدا صدق الله العلي العظيم Peyğəmbər ali Peyğəmbərə salavat zikr eləyək. Bəli, bildiyimiz kimi Əyyam-ı Fatimiyyədir. Həzrəti Peyğəmbər Salavatullahın əziz qızı, ciyərparəsi xanım Zəhranın şəhadət günləridir. İlk öncə zamanə sahibi İmam Zaman ağaya başsağlığı veririk. Nənəsi Zəhranın şəhadəti münasibəti ilə sonra siz əziz möminlərə Allah o xanımın dünyada ziyarətin, üqbada şəfaətin hər birimizə şamil eləsin inşallah. Xanım Zəhranın məqamı o qədər alidir, o qədər üstündür ki, onun barəsində bir neçə il, bir neçə ay danışmaq, hətta bir neçə ömür belə kifayət deyil. Baxmayaraq ki, xanımın elə də çox yaşı yox idi. Xanım Zəhranın 18 yaşında dünyasını dəyişir. Haqqa qovuşur, amma 18 il ərzində xanım o qədər nümunəvi dərslər qoyur ki, cəmiyyət qiyamətə qədər öyrənsə, yenə də azdır və kifayətlənə bilməyəcək cəmiyyət. Çünki xanımın bərəkəti çox idi, xanım Zəhranın məqamı adi idi. Əvvəldə oxuduğumuz ayə Allah Teala Quran-ı Kərimdə Bəqərə surəsinin 143-cü ayəsidir. Buyurur ki, وَكَذَلِكَ جَعَلْنَاكُمْ أُمَّةً وَسَطًا لِتَكُونُوا شُهَدَاءَ عَلَى النَّاسِ. Buyurur, biz sizi orta bir ümmət elədik. Orta bir ümmət. Və siz insanlara nümunə olasınız, şahid olasınız və nümunə olasınız deyə. Və yəkunər rəsulu aleykum şəhida. Həzrəti Peyğəmbər də sizə şahiddir. Əvvəl bizə deyir, müsəlman cəmiyyətinə deyir, müsəlmanlara üzün tutub deyir, buyurur ki, biz sizi orta bir ümmət yaratmışıq. Siz digər insanlar kimi deyilsiniz, siz onlara nümunə olmalısınız. İslamı qəbul eləməklə, müsəlman olmaqla siz onlara nümunə olacaqsınız. Və ardıca buyurur ki, Həzrəti Peyğəmbər də sizə şahiddir. Şahid ümumiyyətlə kimlər olur? Şahid o insanlar olur ki, onlar nümunəvi insanlardır. Məsələn, 2 nəfər deyir, adil şahid olmalıdır. Məsələn, biri tələq oxuyur, 2 nəfər adil şahid olmasa, yanında o tələq batildir. Biri hər hansı bir yanlış bir hərəkət eləyib, bir səhv addım atıb, onun yanında 2, bəzi yerlərdə 4 şahid olmasa, bu şahidlər kimlər olmalıdır? Deyirlər, onlar ən azı həmən istiqamətdə dürüst olmalıdırlar. Danışıqda, düz danışmaqda nümunəvi olmalıdırlar. Allah o xüsusiyyətlə gətirir, nümunəni cəmiyyətə təqdim edir. Buyurur ki, nümunə çox əhəmiyyətlidir. Siz cəmiyyətə, digər din mənsublarına, digər insanlara nümunə olmalısınız. Necə ki, Peyğəmbərin özünün barəsində buyurur, لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللّٰهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُ اللّٰهَ وَالْيَوْمَ الْآخِرَ وَذَكَرَ اللّٰهَ كَثِيرًا. Buyurur, Peyğəmbər sizin üçün nümunədir. Siz yəni kim? O insanlar ki, birinci Allaha ümidi var, qiyamət gününə ümid vardır
və Allahı çoxlu zikr eləmək istəyirsə, bu üç qrupa Peyğəmbəri nümunə kimi Allah Teala təqdim elədi. Buyurdu ki, Peyğəmbər nümunədir. İstəyirsinizsə, əgər axirətiniz abad olsun, yaxşı zikr eləyəsiniz, Allaha gözəl şükür eləyəsiniz, danışığınızda, insanlarla rəftarda, həyat tərzinizdə, ədəbinizdə, əxlaqınızda, davranış qaydaları, ailədə, məişətdə dolanışıq və rəftar tərzin öyrənmək istəyirsinizsə, buyurur Həzrəti Peyğəmbər salavatullah sizin üçün nümunədir, ülgüdür, örnəkdir. Siz bu nümunədən layiqli şəkildə istifadə edin. Çünki Peyğəmbər nümunədir sizə. Nümunənin bizim həyatımızda nə kimi əhəmiyyəti var? Niyə biz nümunə arxasıca olmalıyıq? Quran göndərildi, əməl elədik, olacaq behişt əhli. Əməl eləmədik, səhv yola düşdük, getdik, cəhənnəm əhli olduq. Yaxşı, bu nümunələr nə üçündür? Allah Qur'an-ı Kərimi göndərdi, insanın eşitməyi ilə görməyi arasında çox fərq var. İnsan eşitməyi ilə görməyin müqayisə eləyəndə gördükləri daha çox insana təsir eləyir. Çünki gözünün qarşısındadır. Niyə insan çox günaha meyillidir? Çünki gözünün qarşısında günahlar olur, baş verir. Gözünün qarşısında olan hər hansı bir əməl, rəftar sənin ruhuna təsir qoyursa, deməli gözünün qarşısında olanlar dinləməklə, eşitməklə deyilənlərdən daha səndə çox təsir qoyur. Ona görə Allah Teala söz olaraq Quranı göndərəndən sonra əməli olaraq bir nəfəri göndərdi ki, bu da ona əməl eləyir və gözünüzün qarşısında icra eləyəcək. Gözünüzün qarşısında tətbiq eləyəcək və insanlar arasında baxacaqsınız, görəcəksiniz ki, bu nə gözəl şəkildə icra eləyir, əməl eləyir Qur'ana. Qur'anın gözəlliyin tətbiqi şəkildə çatdıracaq. İnsanı Allah fitrətən qəhrəmanpərəst yaradıb. Görürsən, insan baxır bir kinoya, bir seriala, hər hansı bir roman oxuyur, bir əsər oxuyur. Orada qəhrəman şəxsin fitrəti elə yaradılıb ki, insanın həmən o baş rolda olanlara xüsusi məhəbbəti yaranır insanın. İstəyir onun kimi ola, istəyir özün ona bənzədə. Nümunəni sevməsə insan özün ona bənzədə bilməyəcək. Peyğəmbəri insan sevməsə özün ona bənzədə bilməyəcək. Deməli, nümunənin təkcə olması kifayət eləmir. Nümunəni sevmək lazımdır. Ona görə əzizlər, Quran-ı Kərimdə Allah Teala buyurdu, Şura surəsinin 23-cü ayəsində, ey Peyğəmbər, de onlara, mənim Peyğəmbərliyimin əvəzi, əcri, mükafatı olaraq mənim əhl-i beytimi sevsinlər. Çünki Allah bilir, sevgi olmasa o nümunənin əhəmiyyəti olmayacaq. Peyğəmbər dünyasını dəyişdi, Peyğəmbərdən sonra əhl-i beyt qaldı. Allah bilirdi ki, Peyğəmbərdən sonra əhl-i beytə xüsusi sevgi, məhəbbət olmasa insanlarda, insanlar yolun azacaq. Allah bildiyinə görə insanlara göstəriş verdi. Buyurdu ki, sənin o insanlara de ki, Peyğəmbərliyin qarşılığıdır bu əhl-i beytə olan sevgi, məhəbbət. Yəni, vacib edilib. İmam Şafiinin bir sözü var, deyir, sizin ey Peyğəmbər əhl-i beyti bir bənddən ibarət bir şeirdir. Salavaz şeirliyə Peyğəmbər alib. Buyurur, ey Peyğəmbər əhl-i beyti, sizin məqamınız, sizin sevginiz Qur'an-ı Kərimdə bizə vacib edilib. Sizin məqamınız barədə bunu demək kifayətdir ki, hər kəs namaz qıla, namazda sizə salavat deməyə, onun namazı batildir, namazı namaz deyil. Bunu hamı deyir.
Bunu bütün müsəlman firqələri Peyğəmbər ali Peyğəmbərə salavat deyir. Düzdür, bəziləri yarımçıq deyir. Həzrəti Peyğəmbər buyurdu, mən belə salavatı sevmirəm, xoşlamıram. Allahümmə salli ala Muhammed. Belə deyildi, dayandı. Bəzi firqələr belə deyir. Deyir, yox, bu salavatı mən xoşlamıram, bu yarımçıq salavatdır. Sual verdilər, ey Allahın Peyğəmbəri, bəs bütöv şəkildə salavatı necədir? Həzrət buyurdu ki, Allahümmə salli ala Muhammedin və ali Muhammed. İndi bəziləri orada deyir, Allahümmə salli ala Muhammedin və ala ali Muhammed kəma salləytə ala İbrahim və ala ali İbrahim və s. İndi müxtəlif formalarda, amma məna olaraq, yekun nəticə olaraq eyni məna, eyni anlamı ifadə eləyir. Həzrət buyurdu ki, mənə və mənim əhl-i beytimə, mən təkcə yox. Məndən sonra əhl-i beytimə də salavat deyin. İmam Şafii də deyir ki, hər kəs namaz qılsa, namazında Peyğəmbər əhl-i beytinə salavat deməsə, la salatə ləh, onun namazı namaz deyil, namaz hesab olunmur. Ona görə Həzrəti Peyğəmbərə Allah Taala əhl-i beyti sevməyi xüsusi ilə insanlara tapşırmağı tövsiyə elədi və buyurdu, Mədinə əhli gəldi Həzrəti Peyğəmbərin yanına, dedilər, ey Allahın Peyğəmbəri, gəldin bizim aramızda sevgi, məhəbbət yaydın. Bizim aramızda nifaq, kin, küdurət, düşmənçiliyi götürdün. Mehriban elədin bizləri, bizlərin arasında qardaşlıq əqdini oxudun. Biz Mədinəlilər, Məkkəlilər hamımız bir-birimizlə qardaşıq. Oğuz və Xəzrəc qəbiləsi ki, iki böyük qəbilə idi Mədinə şəhərində, bir-biri ilə 100 illərin qan davasını aparırdılar. Bizləri bir-birimizə qardaş elədin. Nə istəyirsən biz sənə bəxş eləyək. Nə istəyirsən denən biz sənin üçün onu hazır eləyək, həll eləyək. Allah Taala Quran-ı Kərimdə məhz bu oxuduğumuz ayəni nazil elədi. Buyurdu, Qul la əsəlukum aleyhi əcrən. Ey Peyğəmbər, de, heç bir muzd, heç bir qarşılıq istəmirəm. İlləl məvəddətə fil qurba. Ancaq mənim qohumlarıma, yaxınlarıma məhəbbət istəyirəm onlardan. Onları sevməyi tapşırıram sizə. Onlara qarşı sevginin olması insanların qəlbində həmin o nümunəyə insanlar özün bənzədəcək. Görmürsünüz, uşaq bir nağılda, bir cizgi filmində, adi bir filmdə bir qəhrəmanı görür, gecə-gündüz özün öz qəhrəmanına bənzədir. Əldən, dəridən, qabıqdan çıxır ki, özün ona bənzətsin. Hətta xoşlayır ki, kimsə ona o adla çağırsın. Niyə? Çünki insanın fitrətindədir ki, insan öz qəhrəmanını sevməlidir. Allah Taala o nümunəvi şəxsiyyətləri ona görə bizə sevgi ilə təqdim elədi. Dedi, siz sevsəniz, onlara özünüzü bənzədəcəksiniz. Və bu zaman siz o sevdiklərinizə oxşaya biləcəksiniz. Bir nəfər deyir, Ayşə xanımdan soruşdum, Peyğəmbərin xanımı idi. Soruşdum ki, Allahın Peyğəmbərinin ədəb, əxlaqı barədə sənin fikrin nədir? Peyğəmbərin ədəbi, əxlaqı hansı səviyyədə idi? Sən necə? Bilirsən, bəzən cəmiyyətdə insan evdəki kimi özünü göstərə bilmir axı. Görürsən, insan cəmiyyətdə çox gözəl mömindir. Çox təəssüf ki, belə möminlərimiz çoxdur. Görürsən, cəmiyyətdə çox mükəmməl bir mömindir. Hamı ona təzim eləyir, əməlinə, rəftarına görə. Amma ailədə həmin o möminlikdən əsər əlamət olmur bəzən. Ailə, övlad arasında, valideynin yanında, bacılar, qardaşlar və digər insanların yanında həmin o imanı göstərə bilmir. Bu qədim dönəmdə də var idi. İndi də var. Məsələn, Səədin barəsində deyilir, Həzrəti Peyğəmbər salavatullah onu özü şəxsən qüsl elədi. Peyğəmbərin gözəl səhabəsi idi. Kəfən elədi, meyid namazını, cənazə namazını özü qıldı və qəbrə qoydu. Həzrəti Peyğəmbər salavatullah təlqeyni oxudu, dəfn eləyəndən sonra gəldi. Deyir, Səədin anası dedi, həni ənlək ya Səəd. Behişt sənə müjdə olsun ey Səəd.
Həzrət buyurdu ki, tələsmə. Dedi, ey Allahın Peyğəmbəri, niyə bir şəxsə ki, Allahın Peyğəmbəri cənazə namazı qıla, qüslun verə, kəfən eləyə, qəbrə qoya, torpağı əli ilə tökə qəbrin üstünə, onun üzərinə. Bunun gedəcəyi yeri behişdən başqa haradır? Dedi, o evdə biraz çobud idi, bəd əxlaq idi. Ona görə dua elə ki, qəbir o əzabından nicat tapsın, xilas olsun. Deməli, çox təəssüflər olsun ki, Peyğəmbər sallavatullahın zamanında olduğu kimi bugünkü dönəmdə də var. İnsanın möminliyi bir tərəfli olur. Görürsən, bir tərəflidir. Ya evdə mömindir, çöldə yox. Ya çöldə mömindir, evdə yox. Ya qüsurlar həddindən artıq çoxdur. O qədər yüksək həddədir ki, insanlar baxıb səhv nöqsan tutmaq üçün elə nə kəlmə, hansı kəlməni desələr qüsur tapacaqlar ondan. Gəldilər Ayşə xanımdan soruşdular, Peyğəmbərin xanımı idi. Evin içidir. Soruşdular, Peyğəmbər kim idi? Peyğəmbərin əxlaqı necə idi? Ədəbi necə idi? Peyğəmbərin xanımı buyurdu, Kana xulqu Rəsulillah əl-Qur'an. Peyğəmbərin əxlaqı Qur'an idi. Bütövlükdə Qur'an. Bəlkə də başqa söz gözləyirdilər. Bəlkə də başqa söz istəyirdilər, eşitmək istəyirdilər. Amma Ayşə xanım buyurdu ki, Peyğəmbərin bütövlükdə əxlaqı Qur'an idi. Peyğəmbərin əxlaqını bilmək istəyirsən hansı həddə idi? Deyir, aç Qur'anı bax. İnnəmə əddəbəhullah Teala bil Qur'an. Çünki Allah Qur'anla Peyğəmbərin ədəbləndirmişdi, təlim tərbiyə eləmişdi. Peyğəmbərin bütün rəftarı ilə Qur'an idi. Ona görə buyurdu, və ma yantiqu anil hava in huwa vahyun illa yuha. Allamahu şədidul quva. Buyurdu ki, Peyğəmbərdə sizin üçün gözəl nümunələr var. Aleykum salam və rəhmətullah. Gözəl həyat tərzi var. Peyğəmbərin rəftarı, ədəbi, əxlaqı bütövlükdə Qur'an idi. Buyurdu ki, Peyğəmbər nə deyir Qur'an ayəsidir. Bir kəlmə də özündən demir heç nə. Nə azaltmır, nə çoxaltmır. Nə deyirsə Qur'an kərimi, ilahi vəhyi çatdırır. Bir nəfər gedir Peyğəmbərlə yemək barəsində danışır. Orada da Peyğəmbər Allahın hökmlərini deyir. Çünki bu şəxsin bütün varlığı Qur'andır. Qur'anı sən büksün, qoysun bir tərəfə, 100 il qalsa orada, heç kim oxumasa, Qur'an heç nə deməyəcək sənə. İstifadə eləməsin, heç nə deməyəcək. Amma Peyğəmbər belə deyildi. Peyğəmbər gəlirdi insanlara oddan, cəhənnəm odundan xilas eləmək üçün çalışırdı, əlləşirdi. İş o yerə gəlib çatdı ki, Quran-ı Kərimdə Allah Teala buyurdu, ey mənim Peyğəmbərim, onlar iman gətirməyəndə az qalırsan, özünü həlak eləyəsən. O qədər narahat olursan, o qədər əziyyətə salırsan özünü. İman gətirmədilər də niyə özünü öldürürsən, həlak eləyirsən. Qur'anı açıb oxumasın hökmü demir sənə, amma Peyğəmbər, ali Peyğəmbər Qur'anı açmasın belə hökmün deyir sənə. Buyurdu ki, çünki Allah onu bütövlükdə Qur'anla ədəbləndirib. Ona görə onun bütün vücudu Qur'andır. Əlləməhu şədidul quva. Çünki şiddətli, güclü bir varlıq onu öyrədib. Yəni Allah Həzrəti Cəbrailin vasitəsilə, əleyhissalamın vasitəsilə Peyğəmbər salavatullaha Qur'anı öyrədib, təlim eləyib. Peyğəmbər salavatullah özü nümunə olduğu kimi cəmiyyətə də nümunəvi şəxslər təqdim edirdi. O nümunələrdən biri və birincisi, ən alisi, ən üstünü ki, mən bir dəfə demişəm bunu, Əhl-i Sünnənin ən görkəmli təfsir alimlərindən birinin sözü ilə desək, varlıq aləminin ruhunun bir hissəsi Həzrəti Fatimə ən üstün, hətta digər peyğəmbərlərdən belə buyurur üstündür. Bunu biz də deyirik, amma onların deməyi daha gözəldir, daha yaxşıdır.
Ruhul Maani təfsirində, Ali İmran surəsinin 42-ci ayəsinin təfsirində buyurur ki, xanım Zəhra nəinki xanım Məryəmdən, hətta sonuncu peyğəmbərdən başqa bütün peyğəmbərlərdən üstündür. Niyə? O niyəsinin ardıcı izah edir. Deyir, ona görə ki, xanım Zəhra sonuncu peyğəmbərin bir hissəsidir, bir parçasıdır. Necə peyğəmbər özü digər peyğəmbərlərdən üstündür, onun bir hissəsi də üstündür. Həzrəti Peyğəmbər Salavatullahın əziz qızı xanım Zəhra cəmiyyətə nümunəvi bir xanım təqdim elədi Peyğəmbər. Qur'anla ədəbləndirdi, Qur'anla tərbiyələndirdi, cəmiyyətə elə bir şəxsiyyət təqdim elədi ki, ana baxsa öz analıq vəzifəsinin artıqlaması ilə ondan götürəcək. Bir övlad baxsa öz övladlıq borcunu icra edəcək. Bir xanım baxsa öz həyat yoldaşının qarşısında vəzifələri nədən ibarətdir? Xanım Zəhranın həyatından baxsa nümunələr, örnəklər götürəcək. İstər xanımlar olsun, istər kişilər olsun, fərqi yoxdur. Hər şəxs üçün orada nümunə var onun həyatında. Çünki onun həyatı elə bir həddə, bir nəfər gəldi Həzrəti Peyğəmbərin yanına, dedi, ey Allahın Peyğəmbəri, sənin qızın Fatiməni niyə bu qədər çox istəyirsən? Düzdür da, haqlıdır da, 4 qızı var Həzrəti Peyğəmbərin. O biriləri yox, niyə xanım Zəhranı çox istəyirsən? Həzrət buyurdu, sən bu sualı verdiyinə görə yəqin ki, xanım Zəhranı tanımırsan. Qızım Fatimənin məqamın bilmədiyinə görə bu sualı verirsən. Əgər bilsəydin, başa düşərdin, dərk eləyərdin ki, xanım Zəhra heç bir zaman Allahın razı olmadığı bir işi icra eləməyib və eləməz. Mən ona görə onu çox sevirəm. Mən ona görə xanım Zəhranı çox sevirəm ki, heç bir zaman Allahın qəzəbləndiyi bir işə başlamayıb, o işi icra eləməyib. Daim Allahın razılığını axtarıb. Daim Allahın razılığına uyğun şəkildə əməl eləyib. Çünki xanım Zəhra öz razılığından əvvəl ilahi razılığı fikirləşirdi. Ona görə onun məqamı belə alidir. Buyurdu, xanım Zəhranın məqamından danışdı. Sonra Həzrət gəldi, xanım Zəhraya yaxınlaşdı. Xanım Zəhra da oradaydı. Yaxınlaşdı xanım Zəhraya. İnnən nəbi qəbbələ rəsə Fatimə aleyhəssalam. Xanım Zəhranın alnından öpdü. Alnından öpdü. Və qalə fidak əbuk. Həzrət buyurdu ki, atan sənə fəda olsun, ey mənim qızım. Atın sənə fəda olsun. Bəşəriyyətin ən üstün bir şəxsiyyəti, ən ali dəyərləri özündə ehtiva edən, ən yüksək məqama malik bir şəxsiyyət, peyğəmbərlərin ən üstünü. Xanım Zəhraya deyir ki, mən sənə fəda olum. Varlıq aləminin ən üstün şəxsiyyəti mənəm, mən sənə fəda olum, qurban olum sənə. Sənin uğrunda, sənin yolunda həlak olum, qurban olum, yəni nə? Yəni mən həlak olum. Xanım Zəhranın şənin Peyğəmbər salavatullah belə göstərdi. Buyurdu, Fatimə həvra'u insiyyə. Fatimə insan deyil, huridir, amma insan simasındadır. İnsan timsalında bir huridir, ərşdən gəlib, səmadan gəlib. Xanım Zəhranın Peyğəmbər salavatullah məqamını istəyirdi ətrafdaşlara başa salsın. Başa salsın, göstərsin ki, zaman gələcək, o xanım tək qalacaq, tənha qalacaq. O xanım şücaətli idi, qorxmurdu heç nəydən. Çünki xanımın xütbəsi var, məsciddə oxudu xütbəni, qarşısında olan hər bir kəsi susturdu. Hamı sustu və müraciət elədi. Dedi, siz bilmirsiniz bunu. Hamı başını saldı aşağı. Birinci xəlifə deyir, müraciət elədi məsciddəkilərə. Dedi, əgər bu insanlar desə ki, mən fədəyi qaytarım sənə, mən qaytaracam. Xanım Zəhra baxdı, insanlara gördü, hamı başını saldı aşağı.
Heç nə demədilər. Bir kəlmə desəydi bəlkə də qaytarılardı. Amma heç kim heç nə demədi. Amma onlar Həzrəti Peyğəmbər sallavatullahdan eşitmişdilər bu hədisləri. Buyurdu ki, xanım Fatimiyə Peyğəmbər sallallahu buyurdu. Buyurdu, ey qızım Zəhra, atın sənə fəda olsun. Bəşəriyyətin ən üstünü olan mən Peyğəmbər sənə fəda olum. Sənin məqamın bundan da üstündür, bundan da yüksəkdir. Kulləmə iştəqtu iləl cənnə qəbbəltuha. Peyğəmbər sallallahu buyurur, elə ki behişt üçün darıxdı, müştaq oldum behiştə. Elə ki behişt üçün darıxdım, mən Fatiməni öpürəm. Qızım Fatiməni öpürəm. Fatimənin dəyərin Həzrəti Peyğəmbər çatdırırdı insanlara. Fəqalə mən ərəfə hazihi fəqəd ərəfəha buyurdu Həzrəti Peyğəmbər sallallahu. Günlərin bir günü, başqa bir məclisdə, başqa bir yerdə. Xanım Zəhra oradadır. Dedi, qızım Fatiməni tanıyan tanıyır. Kim tanıyırsa tanıyır. Amma tanımayanlar üçün deyirəm. Və mən ləm ya'rifha fəhiyyə Fatimə bint Muhammed sallallahu aleyhi və alihi və səlləm. Tanımayanlar üçün deyirəm, bu mənim qızım Fatimədir. Peyğəmbərin qızı Fatimədir. Həzrəti Muhammed sallavatullahın qızı Fatimədir. Və hiyə bizətun minni. O mənim bir hissəmdir, bir parçamdır. O mənim bir hissəmdir, bizətun minni, bir ciyər parəmdir. Və hiyə qəlbi və ruhi. O mənim qəlbimdir. O mənim ruhumdur. Ruh insana hərəkət verir. Ruh insana üstünlük verir. Ruhla insan tanınır. Bilirsiniz, Allah harada özünü təriflədi, insanı yaradanda tərifləmədi. Oxumusunuz da, Quranda eşitmişsiniz bu ayəni. Allah insanın yaradılış dövrlərini sayır. Əvvəl insan filan formada idi, sonra filan, ehtiyac duymuram onları izah eləməyə. Eşitmişsiniz. Sonra gəldi bir formaya düşdü. Ondan sonra insan siması yarandı. Sümük və ətdən, qandan ibarət oldu. Bu zaman Allah özü ilə fəxr eləmədi. İnsanın yaradılışı artıq bir forma yaranıb. Sümüyü var, əti var, qanı var, damarı var, baş var, ayaq var. O forma yaranıb. Allah ardıca bir cümlə buyurur. Buyurur, ثُمَّ أَنْشَأْنَاهُ خَلْقًا آخَرٍ. Sonra ona başqa bir yaradılış bəxş elədi. Başqa bir yaradılış verdi insana. O yaradılış nədir? Başqa ayə izah eləyir. Buyurur, وَنَفَخْتُ فِيهِ مِنْ رُوحِ. Biz öz ruhumuzdan ona üfürdük. Allah buyurur, mən öz ruhumdan, özünə nisbət verir o ruhu. O ruh nədirsə, hansı əzəmətdədirsə, onu tam şəkildə heç kim başa düşə bilmir. Çünki Allah Peyğəmbərinə buyurur ki, o ruh barədə azacıq elm və məlumat vermişik sənə, ey mənim Peyğəmbərim. Səndən ruh barədə soruşsalar belədir. Rəbbim azacıq məlumat verib onun barəsində mənə. Həmin o ruhu deyir, biz üfürdük, özümüzdən olan ruhdan ona üfürdük. Fətəbarəkəllahu əhsənul xaliqin. Sonra Allah özü ilə fəxr eləyir. Deyir, nə gözəl yaratmışam. Eşq olsun yaradanların ən üstününə, ən alisinə. Həmin o ruhla insan zirviyə yüksəldi. O ruh insanda bir əmanətdir. Ona görə harada rast gəlsə, buyurur ki, ruh insana əmanətdir. Harada rast gəlsin deyir, ruhunuzu qoruyun, pak saxlayın. Həzrəti İsa'ya dedi, ey mənim Peyğəmbərim, bilirsən, əsl cömərd insan kimdir? Ən dəyanətli, mürüvvətli insan kimdir? İsa aleyhissalam dedi, ilahi kimdir? Ey mənim Rəbbim, kimdir? Dedi, mənim ona bəxş elədiyim ruhu necə vermişəm, elə gətirib mənə qaytarsın. Həmin o əmanəti pak şəkildə mənə gətirib qaytarsın. Günaha bulaşmamış, çirkaba bulaşmamış. İnsan dünyaya bunun üçün gəlməyib ki, günah eləsin, sonra tövbə eləsin. Günah eləsin, tövbə eləsin. İnsan dünyaya bunun üçün gəlib ki, günah eləmədən tövbə eləsin, yüksəlsin.
Buyurur, qızım Fatimə qəlbi və ruhi, mənim qəlbimdir. Həzrət buyurur, mənim ruhumdur Fatimə. Fəmən azaha fəqəd azani. Hər kəs ona əziyyət versə, mənə əziyyət verib. Qızım Fatimənin elə bir məqamı var ki, ona zərrə belə əziyyət toxunduran mənə əziyyət verib. Bunu Səhih Buxari və Səhih Müslimdə gətirir. Buyurur, hər kəs Fatimiyə əziyyət versə, Peyğəmbər buyurdu ki, mənə əziyyət verib. Fəmən azani fəqəd azəllah. Hər kəs mənə əziyyət versə, Allaha əziyyət verib. Fatimiyə əziyyət verən Allaha əziyyət verib. İnnəllaha yəğdibu biqadabik və yərda liridak. Buyurur, ey Fatimə, Allah sənin qəzəbinlə qəzəblənər. Sənin razılığından razılaşar. Buna görə xanımın adlarından biri də Raziyə, biri Mərziyyədir. Raziyə, yəni o Allahından, Rəbbindən razıdır. Mərziyə, yəni Rəbbi ondan razıdır. Biz Allahdan razı ola bilərik. İnsan var, elə görürsən, günah içində deyir, qurban olum Allaha, Allaha qurban olum. İnsan Allahdan niyə razı olmasın? Hər şey insana bəxş eləyib. Amma insan fikirləşsin, görün, Rəbbim məndən razıdır ya yox. Ona görə Allah Teala buyurur, Allah Rəsulu buyurur ki, Fatimənin razılığı ilə Allah razılıq əldə eləyər. Kimdən Fatimə razı olsa, həmən şəxsdən Allah da razı olar. Fatimə kimə qarşı qəzəbli olsa, Allah da ona qarşı qəzəbli olar. Amma Fatimə ilə necə rəftar olundu? Ləv kanəl husun şəxsən ləkənə Fatimə bəlhiyə əzəm. Buyurur, əgər Fatimə bir gözəllik, daha doğrusu gözəllik bir şəxs olsaydı, bütün müsbət və gözəl keyfiyyətlər bir şəxs kimi təqdim olunsaydı, Fatimə o şəxs olardı. Allah Rəsulu buyurur. Bəlhiyə əzəm. Əksinə deyir, Fatimə ondan daha yüksək olardı, daha uca olardı. Xanım Zəhranın şəni barədə inşallah növbəti gecələrdə də danışarıq, Allah nəsib eləsə. Xanımın şəni o qədər əzəmətli idi. Amma ən ağrılı, acılı bilirsiniz hal nə idi? O xanım tənha qaldı. O xanım tək qaldı. O xanım kimsəsiz qaldı. Cəddi Peyğəmbər bütün bəşəriyyət üçün nümunə, özü bütün bəşəriyyət üçün nümunə. Allah Quranda Peyğəmbərliyin qarşılığı olaraq xanım Zəhranı sevməyi insanlara təqdim edir. Peyğəmbərin əhl-i beytin sevməyi təqdim edir. O qapıçı o qapına hətta Həzrəti Əzrail ölüm mələyi döyüb daxil olur, icazə alır. Amma o qapının hörməti necə oldu? Fi buyutin əzinəllah ən turfa'a və yuzkara fihə ismuh. Quran buyurur Nur surəsində, bir qrup evlər var ki, Allahın nuru həmin evlərdədir. Gəldilər, soruşdular, ya Allahın Peyğəmbəri, bu ev də xanım Zəhranın evini işarə elədi. Dedilər, ya Allahın Peyğəmbəri, hansı evlərdə ilahi nur olan, Allahu nuru səmavati vəl-ərz, göylərin və yerin nuru da Allah, geniş ayədir, həm məna itibarı ilə, həm həcmi ilə. Allah Rəsulu buyurdu ki, Peyğəmbərlərin evləri, övliyaların evləri, həmin evlərdədir ilahi nurlar, Allahın nuru, o ilahi nur ki var, göylərin və yerin nurudur Allah, həmin o nur o evlərdədir. Bir nəfər deyir, buyurdu, dedi, Allahın Peyğəmbəri, xanım Zəhranın evinə işarə elədi, bu ev də həmin evlərdəndir. Deyir, Həzrət buyurdu, bəl əfsəluhə. Əksinə, bu ev o evlərin ən üstünüdür, ən əfsəlidir. Amma o ev necə ehtiramı gözlənildi, necə hörməti gözlənildi.
O elə bir ev idi ki, o evə dediyimiz kimi mələk icazəsiz daxil olmazdı. O elə ev idi ki, Həzrəti Peyğəmbər onu dəfələrlə təqdim eləmişdi. O elə ev idi ki, Allahın nuru o evdədir. Elə indi də o evdədir, əvvəl də o evdə olub. Amma həmin o nur olan ev, icazə ilə daxil olunan ev, həmin qapısı nəinki döyüldü, nəinki icazə istənildi, o qapı sındırıldı. Hətta bəzi rivayətlərə görə yandırıldı. Bir nəfər dedi, filan kəs, Peyğəmbərin qızı oradadır axı. Xanım Zəhra oradadır. Elə bir şəxs oradadır ki, Allah onun razılığı ilə razılıq əldə edir. Elə bir şəxsiyyət oradadır ki, onun qəzəbi ilə Allah qəzəblənər. Dedi, eybi yox, hətta Fatimə də o evdə olsa o qapı yandırılacaq. O qapı sındırılacaq. Həzrəti Əli əleyhissalam qüsulun verəndə xanıma, bir xanımda bir şey qalmamışdı ki, o qədər arıqlamışdı, ət qalmamışdı bədənində. O göyərən yerlərə baxanda Həzrəti Əli əleyhissalam başın dayadı divara, başladı hönkür-hönkür ağlamağa ki, Mövla nələr çəkdi o gecə. Görürsən də bir evdə bir uşaq, bir ana dünyasını dəyişər, uşaqlardan gizlədərlər, apararlar qonşuya, kənar yerlərə. Ki, uşaqların xəbəri olmasın, bilməsinlər ki, burada kimsə dünyasını dəyişib, anaları dünyasını dəyişib. Amma Fatimənin evində belə deyildi. Fatimənin evində Həsən və Hüseyin su daşıyırdı qüsul vermək üçün anası Zəhraya.